Bax. Bunlar dıngılıca bahadır. Amma fərqli modellər də qəşəng. Çox gəlir bax, çeşidim həddən artıq çox. Bir də bu bahalılar ki var ha. Bunu paylaşın demişəm. Bunun altındakı komentarları oxuyun cəmaət nə yazır. Bax elə belə deyirəm. Bax bizdə 45 manat. Amma altdan cəmaətin yazdığı sözlərə fikir verin. Görün Allah şahiddir, hamı nələr yazır. Biri deyir mənə 90-a soxuşdurdular, biri deyir 120-yə, biri deyir 130-a. Yəni normalda həqiqətən də elədir. Sadəcə o Azərbaycanda qiyməti mən düşürmüşəm. Ümumiyyətlə elə geyim sahəsində elə qaqanızlıqda, yəni bunu açıb demək lazım. Buna bax. Buna bax, buna bax. Bu bahadır belə. Gözəllik, gözəllik. Yox, birinci. Yox, birinci. Sonra dəvə yunları 50 manatdan başlayır, 70-80 manata qədər var. Kodları ilə də, üstlərində də hər cürə kodlar da var. Həmin o 300 manata deyilən yerdə də kodur. Lap məndən alın, aparın orada bazburat verin. Nətər dedim? Gözəl deyirsən onu. Qazanmağa nə yaxşı olur. Ya bunu denən onda görün. O nədir? O gün çox baha demir. O gün çox baha şeydir. Onun hədiyyə... Yox, birini də mən sonra. Onlar. Hə. Sağ olun. Abi gözləri sağ ol.